Salam, hörmətli tərbiyəçi müəllimlər və tərbiyəçi müəllim olmaq istəyən namizədlər. İcazənizlə özümü təqdim eləyim. Mən Çimnaz Şıxverdiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabah qruplarında Məktəbəqədər Təhsil Fakültəsində dərs deyirəm. Hazırda universitetdə tərbiyəçi müəllimin pedaqoji ustalığı və məktəbəqədər yaşda sosial-emosional öyrənmə fənlərini tədris eləyirəm. Gələcəyin müəllimlərini formalaşdırmaqdan da qürur duyuram. Magistratura təhsilimi Azərbaycanın ən nüfuzlu ali təhsil ocağı olan ADA Universitetində almışam. ADA Universitetinin təlim və tədrisin təşkili və metodikası üzrə magistr proqramını fərqlənmə diplomu ilə başa vurmuşam, bitirmişəm. Bakalavr təhsilim isə Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai sinif müəllimliyi ixtisası üzrə olub. Burada iştirak edənlərin əksəriyyəti məktəbəqədər təhsil müəssisəsində işləmək arzusunda olan müəllim namizədlərdir və bir qisminiz də hazırda artıq çalışırsınız məktəbəqədər təhsil müəssisəsində və sertifikasiya imtahanlarına hazırlaşırsınız. Sizinlə ünsiyyətdə olarkən gələcəkdə məktəbəqədər təhsil müəssisəsində işləyəcək müəllimlərin necə formalaşdığını, nəyə ehtiyac duyduqlarını, nəyi başa düşməkdə çətinlik çəkdiklərini hər gün birbaşa görürəm, buna şahid oluram və bugün sizə təqdim edəcəyim kursu da məhz həmin bu ehtiyaclara, sizin bu ehtiyaclarınıza cavab vermək üçün yaratmışam. Sertifikasiya və müəllimlərin işə qəbulu imtahanlarına hazırlaşmaq bilirəm ki, əlbəttə asan deyil. Buna xeyli zəhmət tələb olunur, xeyli əmək tələb olunur. Siz əlinizdən gələni eləyirsiniz bu imtahanlara hazırlaşmaq üçün. Mən bunların hamısından xəbərdaram, bunları çox yaxşı bilirəm. Və onu da bilirəm ki, hazırda bir çoxunuzun əlində onlarla bəlkə də PDF-lər var. Amma ola bilər ki, bəzilərimiz aramızda hardan başlayacağımızı bilmirik, müəyyən çaşqınlıq içərisindəyik hazırlaşarkən bu imtahanlara, MİQ və sertifikasiya imtahanlarına hazırlaşarkən. Ya bəzən də mövzular elə şəkildə izah olunur ki, sanki sadəcə oxuyan anlasın deyə yazılıb, amma biz bilirik ki, oxumaqla anlamaq əlbəttə ki, fərqli şeylərdir. Bəzən testlərin cavabları da çaşdırıcı olur. Üstəlik, dərslər də saatlarla çəkir, qoşulduğunuz kurslarda və yaxud təlimlərdə çox uzun saatlarla çəkir və nə baş verdiyini belə dərsin sonunda, yəni insan təbiəti belədir ki, biz unuduruq. Yəni dərsin əvvəlindən başladığımızı dərsin sonuna qədər unuduruq, çünki dərslər çox uzun çəkir həqiqətən də. Bəzilərimiz isə aramızda müəyyən indi xarakter məsələlərinə görə sual verməyə çəkinirik. Öz sualımızı səsləndirməyə bəlkə də çəkinirik, nəyisə başa düşməyəndə. Çünki bəlkə də daha əvvəl öyrəndiyimiz yerlərdə bu sualı necə bilmədin kimi reaksiyalarla qarşılaşa bilirik təlimlər müddətində. Amma bütün bu problemləri izlədikdən sonra, gördükdən sonra mənim sizə təqdim etdiyim bu kurs istəyirəm ki, digər kurslardan, təlimlərdən fərqli olsun və bunun üçün əlimdən gələni eləyirəm. Və gəlin, vaxt itirmədən dərslərimizin təşkili barədə sizə ətraflı məlumat verim. Amma məlumata keçməzdən öncə mən qeyd etmək istəyirəm ki, bu kursa yazılmaq üçün WhatsApp nömrəsi 055 933 55 75 nömrəli WhatsApp xətti ilə əlaqə saxlaya bilərsiniz, suallarınızı verə bilərsiniz kursla bağlı və keçək kursun ətraflı təqdimatına. Bu kursun fərqliliyi, izahlardakı fərqliliyi nədən ibarət olacaq? Mövzuları sıfırdan və sadə dillə izah edirəm. Yəni, elə izah edirəm ki, biz həqiqətən keçdiyimiz mövzuları başa düşək. PDF və testlər başdan sona təmiz, aydın və məqsədə uyğun şəkildə hazırlanır. Yəni, biz PDF-ləri oxuyarkən, testləri oxuyarkən orada çoxsaylı orfoqrafik səhvlərə rast gəlmirik. Testlər çox aydın tərtib olunub. Onu başa düşmək, izahını, testin və PDF-lərin izahı çox aydın şəkildə verilir və məqsədə uyğun şəkildə verilir. Çünki biz imtahana hazırlaşırıq və bu testlər mütləq ki, imtahanın formatına uyğun olmalıdır. Bundan savayı dərslər qısa, anlaşılan, yığcam və dinc şəkildə keçir. Yəni, sizi yormadan öyrətməyə çalışıram. Xüsusən də qrupu kiçik və kiçik şəkildə qurmağa tuturam ki, keçdiyimiz dərslər, qrup dərslərimiz diqqətə yönəlik tərtib olunsun.
Həmçinin də sual vermək üçün tam konfidensial və rahat bir mühit var. Yəni burada çəkinmək yoxdur, utanmaq yoxdur. Biz rahat-rahat suallarımızı veririk, rahat-rahat cavablarımızı alırıq. Çünki öyrənmə elə bir prosesdir ki, yəni burada bilməməkdən, yəni bir məsəl var ki, öyrənməmək eyibdir. Bilməmək eyib deyil, amma öyrənməmək eyibdir. O səbəbdən dərslərimizdə çox rahat bir mühit var. Yəni biz burada öyrənirik, qarşılıqlı şəkildə öyrənirik. Həmçinin mən də sizlərdən çox şey öyrənirəm bizim ünsiyyətimiz zamanı. Və bütün mövzular ardıcıllıqla və sistemli şəkildə qurulub ki, biz həmin sistemə uyğun gedək və elə bir strukturda olsun ki, addım-addım irəliləyək, zəncirvari şəkildə irəliləyək, sadədən mürəkkəbə doğru irəliləyək və burada mövzu ardıcıllığı, mövzuların ardıcıl olması, sistemli olması çox mühümdür ki, bir mövzu digərinə qarışmasın və imtahana hazırlaşan müəllim namizəd də bütün mövzuları sadədən mürəkkəbə doğru sistemli şəkildə, çaşqınlıq yaranmadan mənimsəyə bilsin. Və ən əsası sizə sizin ehtiyaclarınızı başa düşən bir yanaşma ilə yanaşmağa çalışıram. Çünki bu kursda məqsəd yalnız öyrətmək deyil, həm də mənim əsas məqsədim sizə, necə deyərlər, yoldaşlıq etməkdir, bir növ motivasiya olmaqdır. Əgər illərlə öyrəndiklərimizdən baş açmırıqsa, bu dəfə inanıram ki, sizin üçün fərqli olacaq. Yəni, materialları sizə uyğun şəkildə öyrənəcəksiniz. Biz sizinlə qarşılıqlı şəkildə məşğul olacağıq və bayaq dediyim kimi xüsusi olaraq bunları nəzərə almaq istəyirəm ki, mövzuları akademik yüklə yox, sadə dillə izah eləyim. PDF və testləri aydın, başa düşülən və məqsədə uyğun şəkildə hazırlayım. Eləcə də qısa, yadda qalan və yorucu olmayan dərslər keçim. Qrupda da hər kəsin özünü rahat hiss etdiyi bir mühit qurum ən əsası. Çünki bu mənim üçün çox vacibdir. Qrupda ki, hər kəs öz sualını rahatlıqla verə bilsin. Əgər hansısa bir hissə qaranlıq qalıb, indi biz hamımız insanıq. Ola bilər ki, müəyyən şeyləri başa düşməkdə çətinlik çəkək. Bir mövzunu bəlkə ola bilsin, bir neçə dəfə müzakirə eləyək, öyrənək və bu səbəbdən utanmadan, çəkinmədən sual verə biləcəyimiz bir yer olsun. Yəni burada dəstəkləyici bir mühit olsun. Hər kəsin özünü rahat hiss etdiyi bir mühit olsun. Və ən əsası da dediyim kimi sizə bir müəllim kimi deyil, gələcək həmkarım kimi yanaşıram. Əgər bir şey də sizə deyim ki, universitetdəki tələbələrimlə tanış olsaydınız görərdiniz ki, onlar bu yanaşmanı çox yaxşı hiss eləyirlər. Onlar üçün mən müəllimdən daha çox deyərdim ki, tələbələrimin yanında onlar mənim yanımda daha çox rahat nəfəs ala bilirlər. Yəni bir mentoram onlar üçün. Müəllimdən daha çox mən özümü mentor kimi görürəm onlar üçün və düşünürəm ki, onlar öz suallarını çox rahatlıqla verirlər, dəstəkləyici bir öyrənmə mühiti var və onlar bunu çox yaxşı təsdiqləyərdilər. Çalışıram ki, kursumda da həmin bu mühiti yaradım. Elə bu kursda da dediyim kimi məqsədim eynidir. Təklif eləyirəm ki, gəlin birlikdə öyrənək, qorxmadan, yorulmadan, qarışıq PDF-lərlə mübarizə aparmadan. Və bu arada yenidən bizim əlaqə nömrəmizi mən istəyirəm xatırladım. 055 933 55 75 bu nömrəyə yazaraq dərslər haqqında ətraflı məlumat ala bilərsiniz və çox xahiş eləyərəm ki, çox istəyərəm ki, bu kursu sizin üçün yaradılmış bir icma kimi təsəvvür eləyin və bu icmaya siz də qoşulun. Harda ki, biz həm öyrənəcəyik bu icmada, həm bölüşəcəyik, həm də birlikdə inkişaf edəcəyik. Gəlin birlikdə öyrənək. Yenidən sizə WhatsApp nömrəsini xatırlatmaq istəyirəm. 055 933 55 75 və Instagram ünvanımdan da mənə suallarınızı yaza bilərsiniz. Burada qeyd etmişəm. YouTube kanalında isə həftəlik olaraq, bəzən gündəlik olaraq da dərslər yerləşdirilir. Dərslərin izahları yerləşdirilir və hər həftə mən çalışacağam ki, müxtəlif mövzuları sistematik şəkildə tamamilə ödənişsiz olaraq izahını YouTube kanalına yüklüyüm. YouTube kanalında siz dərsin izahını öyrəndikdən sonra WhatsApp nömrəsinə yazaraq həmin dərsin sistemli şəkildə, ardıcıl şəkildə, orfoqrafik səhvlər olmadan, çaşqınlıq olmadan çox-çox sadə dillə izah olunan PDF-lərini WhatsApp ünvanına yazaraq əldə edə bilərsiniz. Eləcə də mövzu ilə əlaqədar olan testləri də WhatsApp ünvanına yazmaqla əldə edə bilərsiniz PDF sənədi. Tamamilə ödənişsiz bir şəkildə mövzunu YouTube-da izlədikdən sonra daha sonra onun PDF-ini və
testini də məndən əldə edə bilərsiniz. Bunun üçün WhatsApp ünvanına yazmağınız yetərlidir. Düşünürəm ki, kurs haqqında bugünlük bu qədər. Suallarınızı, fikirlərinizi də əlbəttə mənimlə şərh bölməsində yazıb paylaşa bilərsiniz. Dinlədiyiniz üçün təşəkkür eləyirəm.